Salam, hörmətli tələbələr və riyaziyyat həvəskarları. Mən Rəşad müəllim Işğəliyev. Bu günlərdə yeni bir sualla qarşınızdayım. Deməli, bizə deyir ki, ədədi silsilədə A5 8-dir, A10 13 olarsa, A12 plus A3 cəmini deyir tapın. Uşaqlar, bu sualı həll etmək biz bilməliyik ki, ədədi silsilənin belə bir xassəsi var ki, əgər hədlərin cəmləri bərabərdirsə, onda həmin hədlərin daşıdığı qiymətlərin də nədir, cəmləri bərabərdir. Yəni K plus M ilə M plus D-nin cəmi hər hansı bir ədədə bərabərdirsə, onda AK plus AM ilə də AM plus AD-nin cəmi eynidir. Biz baxsaq görərik ki, 5-ci hədlə 10-cu həddin cəmi 15 verir, elə deyil. Onda 12 ilə 3-ün cəmi 15 verir, bəli. Deməli, onda nə deməkdir? A5 ilə A10-un cəmi A12 ilə A3-ün cəminə bərabərdir. Bu da o deməkdir ki, A5 məndə 8 idi, A10 da 13 idi. 8 üstə 13 bərabərdir bunların cəminə, 21 bərabərdir bunların cəminə. Uşaqlar, video xoşunuza gəldiysə bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik.